Salam hər kəsə. Learn with Mrs. Sevinç kanalına xoş gəldiniz. Bugünkü mövzumuz preposition. Preposition nədir? A preposition shows the relationship between a noun or pronoun and other words in a sentence. Sözünü cümlədə isim və ya əvəzlik və digər sözlər arasında əlaqəni göstərir. Məsələn, the cat in the box, qutudakı pişik. This gift is for us. Bu hədiyyə bizim üçündür. The book on the table. Stolun üstündəki kitab. In, on, at sözünlərinin zaman bildirən sözlərlə işlənməyinə baxaq. Məsələn, in sözünü nə vaxt edə bilərik? Ümumi zaman bildirən sözlərlə. Məsələn, in the future, gələcəkdə. In the past, keçmişdə. In the present, indiki zamanda. In the future, I would like to travel a lot. Gələcəkdə mən çox səyahət etmək istərdim. In the past, I studied hard at school. Keçmişdə mən məktəbdə yaxşı oxuyardım. İllər əsrlərlə işlənir. In 1991, 1991-ci ildə. In the 80s, 80-cı illərdə. In the 19th century, 19-cu əsrdə. I was born in 1994. Mən 1994-cü ildə anadan olmuşam. I was born in 90s. Mən 90-cı illərdə anadan olmuşam. My great-great-grandfather was born in the 19th century. Mənim böyük babam 19-cu əsrdə anadan olub. Fəsillərlə işlənir. In summer, yayda. In the winter, qışda. In autumn, I love seeing the changing of the leaves. Payızda mən yarpaqların dəyişməyini görməyi xoşlayıram, sevirəm. In spring, I feel really positive. Yazda mən həqiqətən də pozitiv hiss edirəm. Aylarla və həftə, week sözü ilə. In June, ay, iyunda. In November, noyabrda. In növbəti mənasında. Məsələn, in 5 days, növbəti 5 gündə. In a few weeks, bir neçə həftədə. In June, I will be 16. İyunda mənim 16 yaşım olacaq. Lakin, əgər aylardan sonra günün müəyyən hissəsi verilibsə, 10 sözünü işlənir. Bunu yadınızda saxlayın. Günün hissələri ilə in işlənir. Məsələn, in the morning, səhər. In the afternoon, günorta. In the evening, axşam. In the evening, I like to relax and play board games. Axşamlar mən dincəlməyi və stolüstü oyun oynamağı xoşlayıram. 10 sözünün işlənməyinə diqqət yetirək. Dəqiq vaxtlarla, tarixlərlə işlənir. Məsələn, on the 4th of July, iyulun 4-ündə. On the first day of September, sentyabrın 1-ci günündə. English, yəni ingilis dilində tarix belə deyilir. On the 1st of May, Amerikan ingilis dilisində isə May 1st. I was born on the 11th of November 1994. Mən 1994-cü ildə noyabrın 11-də anadan olmuşam. On his birthday, he went out for meal. Öz ad günündə o yeməyə getdi, yəni yeməyə çıxdı. Bayramlarla işlənməyinə baxaq. Bayramlarla 10 sözünü nə vaxt işlənir? Əgər day, bayram adlarından sonra day və eve sözləri gələrsə, 10 sözünü işlənir. Məsələn, on Christmas day, on New Year's day, on Novruz holiday. Holiday-in də tərkibində görürsünüz, day sözü var. Lakin əgər day və yaxud da eve sözü gəlməzsə, onda at sözünü işlənir. Məsələn, at Christmas, at Novruz və s. Həftənin günləri ilə on Monday, on Friday, on Friday evening, cümə günü axşam. On Saturday morning, şənbə günü səhər. Foot sözü ilə işlənir. On foot. On foot Azərbaycan dilinə piyada kimi tərcümə olunur. Piyada. Məsələn, I go to school on foot. Mən məktəbə piyada gedirəm. Time sözü ilə işlənir. On time, vaxtında. In time, bu da vaxtında deməkdir. Aralarında fərq var. On time dəqiq vaxtı bildirir, dəqiq vaxtında. In time təxminən vaxtında. Məsələn, the 12th train left on time. Saat 12 qatarı vaxtında getdi. Yəni 12-də getməli idi, qatar 12-də də getdi. I shall be there at about 6. Mən təxminən 6-da orada olacam. Please come in time. Zəhmət olmasa vaxtında gəlin. At sözünə baxaq.
At sözünü harda işlənir? Məsələn, saatlarla işlənir. At 10 a.m. saat 10, səhər saat 10-da. At 3:30, 4-ün yarısında. At 3 o'clock, saat 3-də. At lunchtime, qəlyanaltı vaxtı. At the moment, hal-hazırda. What are you doing at the moment? Sən hal-hazırda nə edirsən? Lakin diqqət yetirək, it is-lə başlayarsa cümləmiz onda söz önü işlənmir. Məsələn, it is 5 o'clock, saat 5-dir. They və if sözləri ilə yuxarıda dedik ki, əgər they və if sözü gələrsə, on söz önü işlənir, gəlməzsə, at söz önü işlənir. Məsələn, at Christmas, at Easter, at Novruz və s. Günün hissələri ilə, məsələn, at night, gecə, at midnight, gecə yarısı, at dawn, sübh tezdən, at sunset, günəş batanda, at noon, günorta və s. In, on, at məkan bildirən sözlərlə işlənməyinə baxaq. Məsələn, in sözünü ölkələrlə işlənir. I am in England, mən İngiltərədəyəm. He is in Azərbaycan, o Azərbaycandadır. Şəhərlərlə işlənir. I stayed in Istanbul, mən İstanbulda qaldım. When I went to Italy, I stayed in Palermo. Mən İtaliyaya gedəndə Palermoda qaldım. İndən sonra nəqliyyat vasitəsi gələrsə, məsələn, in a taxi, in a car, in a helicopter. In a car, məsəl üçün, əvəzi ilə işlənəndə bu şəkildə işlənir. In my car, mənim maşınımda. Yadımızda saxlayaq ki, kiçik nəqliyyat vasitələri indən, böyük nəqliyyat vasitələri isə onla işlənir. Məsələn, on a bus, avtobusda, on a train, qatarda və s. By isə ilə deməkdir. Məsələn, by car, maşınla, by bus, avtobusla. Cümləmizə baxaq. We are in a car, in a taxi. Car da ola bilər. Biz maşındayıq və yaxud da biz taksidəyik. In the classroom, sinif otağında. In the house, evdə. In the box, qutuda. Corner sözü ilə işlənməyinə baxaq. In the corner of the room, binanın içərisində mənasında işlənəndə, məsələn, otağın içində, qutunun içində və s. onda in sözünü ilə işlənir. In the corner of the room, otağın küncündə. Lakin küçə kəsişməsi, kimisə orada gözləmək mənasında işlənəndə at və ya on sözünü ilə işlənir. At the corner of the street, on the corner of the street. Kitab və qəzet adları ilə in sözünü işlənir. Məsələn, in the Times, Times qəzetində. I read the article in the Times. Mən Times qəzetində məqalə oxudum. In the dictionary, lüğətdə. I found the definition in the dictionary. Mən lüğətdə izahı tapdım. On sözünün işlənməyinə baxaq məkan bildirən sözləri ilə. Məsələn, street, küçə, road, yol, coast, sahil, avenue, prospekt, xiyaban sözləri ilə işlənir. Məsələn, on Elman Qasımov Street, on Fifth Avenue. Baku is situated on the coast of the Caspian Sea. Bakı Xəzər dənizi sahilində yerləşir. Səthlərlə. On the floor, döşəmədə. On the ceiling, tavanda. On the roof, damda. On the table, stolda. On sözünü özündən sonra mərtəbələr üçün də, mərtəbələr də gələ bilər, yəni istifadə olunur. Məsələn, her office is on the first floor. I am on the top floor. İctimai nəqliyyatlarda isə on sözünü işlənir. On a train, on a plane, on a bus. Yuxarıda dediyimiz kimi kiçik nəqliyyatlarla in, böyük nəqliyyatla on işlənir. Media vasitələri və əlaqələrlə, ünsiyyət vasitələri, communication-la işlənməyinə baxaq. On the TV, televizorda. On the internet, internetdə. On the news, xəbərlərdə. On the radio, radioda. On the telephone, on the phone. I was on the radio last week. Did you hear me? Mən keçən həftə radioda idim. Məni eşitdin? At sözünü ünvanlarla, dəqiq ünvanlarla işlənir. Məsələn, at 10 High Street. At 21 Xəqani Street. Xəqani küçəsi 21-də. Xüsusi məkanlarda. At the bus stop. Avtobus dayanacağında. At the museum. Muzeydə. I am at the museum. Mən muzeydəyəm. At the coffee shop, at the bakery, at the butcher's kimi, yəni yer bildirən sözlərlə işlənir. Group activities, məsələn, at a party,
at a concert, konsertdə, at the theater, teatrda və s. Home, work, places of study, yəni home sözü ilə, work sözü ilə və yaxud da təhsil ocaqları ilə. Məsələn, at school, məktəbdə, at university, universitetdə, at work, işdə, at home, evdə. I am at work, mən işdəyəm. Top, bottom, end, start sözləri ilə. At the end of the river, çayın sonunda. At the top of the page, səhifənin yuxarı hissəsində. At the bottom of the stairs, pilləkənlərin dibində. Üstündə mənasında işlənməyinə baxaq. My laptop is on my desk. Mənim dizüstü kompüterim mənim partamın üstündədir. I'm sitting at my desk. Mən partanın yanında əyləşmişəm. Bu qədər. Növbəti videoları izləmək üçün abunə olmağı unutmayın. Sağ olun.